Bax, Mirhicab müəllim, mən kitabı vərəqlədim və bir neçə bölmədən ibarətdir də kitab. Sizin bir yazar kimi, müəllif kimi hansı bölmə sizin üçün daha maraqlıdır? Müəllif kimi deyin, oxucular üçün də daha çox hansı bölmə maraqlı olar? Hər bir insan cürbəcür bölməni 6 bölmədən ibarətdir və bölmələrin də içində bölümlər var da, bölmələrin içində başlıqlar var ki, mənim ən xoşuma gələn ikinci cildin 6-cı bölməsi, yəni axırlarda dərin söhbət mövzusu var. Dərin söhbət mövzusu ki, orada ateistlərlə dindar, ateist, deist, bu üç obrazın diyaloqu var. Mənim ən xoşum gələn hissə o hissədir ki, yəni əsərdə ən maraqlı mənə gələn hissə o hissədir.